Ailə başçısı unudanda ki, onun üzərində Rəbbi var. Hər ailə başçısı adlandırılan kişi ailəsinin həqiqi dayağı olmur. Allah ailəyə rəhbərliyi kişiyə fəxri ad və ya başqaları üzərində hökmranlıq etmək haqqı kimi verməyib. Bu məsuliyyətdir. Bu əmanətdir. Bu elə bir vəzifədir ki, onu insana etibar edən Allah qarşısında cavabı veriləcək. Uca Allah buyurur, kişilər qadınların himayəçiləridir. Şəriətdə himayəçilik təkəbbür, kobudluq və ya qarşı tərəfi özünə tabe etdirmək istəyi demək deyil. Bu qayğıdır. Bu qorumaqdır. Bu ədalətdir. Bu mərhəmətdir. Bu güc sahibi olduğun halda zülm etməməkdir. Bu sərt ola bildiyin halda yumşaq davranmaqdır. Neçə ailə bir xoş söz sayəsində qorunub qalıb. Neçə inciklik bir hikmətli davranışla aradan qalxıb. Neçə sevgi ona görə yaşayıb ki, həyat yoldaşları bir-birinin kiçik nöqsanlarını bağışlamağı, gözəl xüsusiyyətlərini görməyi və hər səhvi müharibəyə çevirməməyi bacarıblar. Həqiqətən də xoşbəxt ailələr səhvsiz ailələr deyil. Xoşbəxt ailələr ədalət, bağışlama və mərhəmət üzərində qurulan ailələrdir.